Salam, sabahınız xeyir. Baxdım ki probkadır, dedim bunu necə dəyərləndirim. Fikirləşdim ki sizə faydalı bir bilgilərlə. Deməli, son paylaşdığım B qrup vitaminlərlə əlaqəli videodan sonra o videonun altında gələn kommentlərin içərisində ən sıx rastlanan iki əsas sual var. B12'nin çoxluğu niyə var? Baxın, heç kəs B1'dən, B6'dan niyə çoxluğundan bilmirlər, çünki onun analizi yoxdur. B12 niyə çoxdur, B12 niyə azdır? Ən çox sual bununla verilir. Mən də bugün bu videoda izah edəcəm sizə B12'nin çoxluğu nədən olur, B12'nin azlığı nədən olur. Ümumiyyətlə, mənə müraciət edən, ümumiyyətlə bütün dünyada bu var da, müraciət edən xəstələr içərisində analiz kağızında B12 çoxdursa, birinci sorğulamamız gerəkən fakt, o analiz düzgün icra olunur. Çünki belə bir fakt olub, bir xəstə müraciət etmişdi, xəstənin bir həftə öncə verdiyi analizdə B12 2000-dən çox idi, bir həftə sonra verdiyi analizdə B12 artıq normal idi. O deməkdir ki, iki laboratoriyadan biri səhv eləmişdi. Birinci fakt budur. Birinci bunu araşdırmaq lazımdır ki, o laboratoriyalar düzmü, analizi düzmü icra ediblər. Bu təbii ki, sual altında olan bir mövzudur və bunu həkim araşdırmalıdır ki, doğrudan da bu xəstənin B12'si çoxdur, yoxsa azdır. İndi gəlin keçək həqiqi B12 çoxluğuna. Həqiqi B12 çoxluğunun dünyada ən sıx rastlanan səbəbi bilinçli, bilinçsiz, ümumiyyətlə qanda yoxlatdırmadan B12 vitamininin qəbuludur. Xəstə mənə müraciət edibsə B12 vitamini çoxdursa, birinci soruşmam gereken şey budur. Son zamanlarda hansı dərmanları qəbul edib? Yəni bəlkə bilmədən hansısa bir dərman qəbul olunur ki, həmin dərmanın tərkibində B12 vitamini çoxdur. Məsələn, bel ağrılarında bir blokin B12 veya o tip bir grup dərmanlar vardır ki, tərkibində diklofenak vardır, betametazon veya dexametazon vardır, bir də B12 vardır. Bu iğnəni 5 gün vurdurubsa yetəri qədər orada yetəri qədər B12 vitamininin çoxluğuna səbəb ola bilər. Yəni bu bilmir bu insan ki B12 qəbul edib, ağrı kəsici qəbul etdiyini zənn eləyir, lakin B12'ni də qəbul etmiş olur. Bu ən sıx səbəblərdir. İkinci ən sıx səbəbi B12'nin bütün dünya üzrə autoimmun xəstəliklərdir. Autoimmun xəstəliyi olan insanlarda B12 vitamini çoxluğu olur. Məsələn, Hashimoto'su var, rematoid artriti vardır, dərinin hansısa bir autoimmun xəstəliyi vardır, lupus eritematosus, qırmızı qurda çələyi xəstəliyi vardır, böyrəklərin autoimmun xəstəliyi, fərqi yoxdur. Hər hansı bir səbəbdən var olan autoimmun xəstəliyi olan insanlarda B12 vitamini çoxluq təşkil edəcəkdir. Başqa bizi ən çox düşündürən, əslində təkcə məni deyil də, bu əslində ginekoloq və uroloqları düşündürməlidir. Urogenital infeksiyalar, ümumiyyətlə orqanizmdə olan bütün infeksiyalarda B12